İnformasiya Texnologiyaları İnstitutunda Elm Təhsil Nazirliyi tərəfindən yeni təhsil proqramlarının hazırlanması məqsədi ilə yaradılmış komissiyanın Təbiət İxtisasları qrupunun kompüter elmləri ixtisası üzrə alt işçi qrupunun növbəti iclası keçirilib. Hibrid formatda keçirilən tədbirdə Təbiət İxtisasları qrupunun həmsədri AMİA-nın vitse-prezidenti, İnstitutun baş direktoru akademik Rasim Əliquliyev, kompüter elmləri ixtisası üzrə alt işçi qrupunun sədri, AMİA-nın müxbir üzvü Ramiz Alquliyev və alt işçi qrupunun üzvləri, həmçinin dövlət və özəl müəssisələrdə müvafiq istiqamət üzrə çalışan mütəxəssislər iştirak ediblər. Tədbirdə akademik Rasim Əliquliyev çıxış edərək iclasın təbiət ixtisasları təsnifatına daxil olan kompüter elmləri üzrə magistratura səviyyəsində tədris proqramına müvafiq dəyişikliklərin edilməsi və yeni ixtisasların daxil edilməsi istiqamətində müzakirələrin aparılmasına həsr olunduğunu bildirib. Akademik Rasim Əliquliyev son illərdə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyə dair 2023-2027-ci illər üzrə strategiyası, Azərbaycan Respublikasında rəqəmsal inkişaf konsepsiyası, eləcə də Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası kimi böyük əhəmiyyətə malik mühüm dövlət sənədlərinin qəbul edildiyini deyib. Akademik Rasim Əliquliyev işçi qrupu tərəfindən əmək bazarının tələbləri, müasir dövrün çağırışları, dünyanın aparıcı ali təhsil müəssisələrinin bu sahədə təcrübəsi əsasında biznes sektorunun nümayəndələrinin, ali təhsil və elmi tədqiqat müəssisələrinin, dövlət qurumlarının da rəyi nəzərə alınmaqla ixtisaslaşmaların yeni siyahısının tərtib olunduğunu qeyd edib. Alim siyahıda yeni ixtisaslaşmaların təklif olunduğunu, bəzi ixtisaslaşmaların adlarında dəyişikliklərin edildiyini vurğulayıb. AMİA-nın vitse-prezidenti kompüter elmləri ixtisası üzrə tərtib olunmuş yeni siyahının müvafiq qurumlar tərəfindən nəzərdən keçirildiyini və siyahıya dair bəzi təkliflərin daxil olunduğunu diqqətə çatdırıb. Daha sonra kompüter elmləri ixtisası üzrə alt işçi qrupunun üzvləri və digər məsul şəxslər rəylər, təklif və tövsiyələr nəzərə alınmaqla yeni tədris proqramının hazırlanması istiqamətində müzakirələr aparıblar. Müvafiq qərarlar qəbul ediblər. Sümbül Zalova, Ceyhun Şahverdiyev, Şahin Rəsulov, Info TV.